Ermənistanda səfərdə olan Fransa prezidenti Emmanuel Macron quru sərhəddi ilə Türkiyəyə keçmək istəsə də, Ankara Bakı ilə danışıqlardan sonra buna icazə verməyib. Asfront Telegram kanalının məlumatına görə Macron Erdoğanla görüşmək üçün Ermənistandan Türkiyəyə quru sərhədi ilə keçmək istəyirmiş. Səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılıb, lakin məsələ Türkiyə prezidenti Recep Tayyip Erdoğanın masasına gəldikdə, o Azərbaycanla müzakirələrdən sonra Macronun quru sərhəddini keçməsinə razılıq verməyib. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Macronun Ermənistan-Türkiyə sərhəddini keçmək istəyinin arxasında həm İrəvanın, həm də Parisin siyasi hədəfləri var. İrəvan Türkiyə ilə sərhədin açılmasında Azərbaycanın rolunun arxa plana keçməsinə çalışır. Paşinyan da daxil olmaqla Ermənistan rəsmiləri dəfələrlə Ankara-İrəvan xəttindəki normallaşma prosesində üçüncü tərəfin iştirakına qarşı çıxıblar və sərhədin açılmasına iki tərəfli münasibətlər kontekstində baxılmasına nail olmağa çalışıblar. Lakin Ankara Bakının maraqları fonunda bundan imtina edib. Hətta Türkiyə və Ermənistanın üçüncü şəxslərin sərhəddən keçidi ilə bağlı razılaşması da praktiki olaraq işləmir. Bu kontekstdə Macronun sərhədi keçmək istəyi düşünülmüş plan idi. Ermənistan bununla üçüncü şəxslərin sərhəddən keçidi razılaşmasında, Bakı-Ankara xəttində müəyyən narazılıq yaratmaq və Azərbaycanı Türkiyə-Ermənistan danışıqlarından kənarlaşdırmaqda, Türkiyə ilə sərhədin açılması prosesində Bakının şərtlərinin yerinə yetirilməsi prioritetini dəyişdirməkdə praktiki nəticə əldə edə bilərdi və sərhəddi Fransa prezidentinin keçməsi İrəvan üçün əsaslı presedent yaradacaqdı. Paris Türkiyə ilə quru sərhəddini adlamaqla təkcə Ermənistanın önünü açmır, həmçinin Ankara-İrəvan danışıqlarında təsir edici oyunçu səviyyəsinə yüksələ bilər. Bu, Fransanın Azərbaycan-Ermənistan danışıqlarına təsir imkanlarını, ümumilikdə Cənubi Qafqazdakı rolunu gücləndirə biləcək amil idi. Macron Ermənistandan quru yolla Türkiyəyə keçməklə Cənubi Qafqazın yenidən qurulan siyasi münasibətlər arxitekturasında təminatçıya çevrilmək istəyirdi. Lakin Erdoğanla Əliyev buna imkan vermədi. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.